Take the keys yoxsa carry the keys? Əslində hər ikisi düzdür. Sadəcə aralarında cüzi məna fərqi var. Baxaq görək o nədir? Take götürmək, aparmaq deməkdir. Carry isə daşımaq deməkdir. Take dedikdə bir əşyanın bir yerdən götürülməsi və yaxud da oradan götürülüb bir yerə çatdırılması maraqlıdırsa, carry dedikdə o aparılma prosesinin özü maraqlıdır. Daha çox ona fokuslanmışam. Baxaq bayaqki nümunəyə. Take the keys please. Mən belə dedikdə sadəcə olaraq açarın oradan götürülməsini xahiş edirəm. Açarı götür zəhmət olmasa. Düşünün ki, mən hardansa çıxıram, evdən çıxıram və açarı unutmuşam. Xahiş edirəm ki, açarı götürsün. Və yaxud da take the keys to the teacher please. Açarı müəllimə ver zəhmət olmasa, ona çatdır zəhmət olmasa, apar zəhmət olmasa. Bu zaman yenə mənim üçün maraqlı olan açarın buradan götürülüb həmin müəllimə çatdırılmasıdır. Carry dedikdə isə aparılma prosesi, aparılması maraqlıdır. Carry the keys in your bag please. Açarı çantanda daşı zəhmət olmasa. İtirə bilərsən, sala bilərsən, nəsə ola bilər. Ona görə də çantana qoy. Deməli, carry daşımaq deməkdir və daha çox aparılma, götürülmə prosesinin özünə fokuslanıram. Take isə götürmək, aparmaq deməkdir. Daha çox bir şeyin götürülüb başqa bir yerə çatdırılmasına fokuslanıram. Ümid edirəm ki, arasındakı fərqi başa düşmüsünüz və artıq düzgün şəkildə istifadə edə bilərsiniz.